İqbal Ağazadə. Çox sağ olun, hörmətli sədr, hörmətli millət vəkilləri. Parlament seçkiləri ili olduğundan təbii ki, seçki məcəlləsinin yenilənməsi və dəyişdirilməsi mütəmadi olaraq Milli Məclisin tribunasından səsləndirilir və bir neçə ay bundan əvvəl də biz seçki məcəlləsinin dəyişdirilməsi ilə bağlı bəzi müddaların yenilənməsi və ictimaiyyətin, o cümlədən demokratik seçki keçirilməsi istiqamətində atıla biləcək addımların təsnifatını həmin dəyişikliklərdə Milli Məclisə təqdim etmişik. Xüsusilə komissiyaların paritet əsasda formalaşdırılması və namizədlərin qeydə alınma prosesinin saatləşdirilməsi məsələsi, müşahidə missiyasının düzgün həyata keçirilməsinə şərait yaradılması və s. çox ciddi şəkildə bizi narahat edir və bu məsələ ilə bağlı da o dəyişikliklər təklifimizdə öz fikirlərimizi bildirmişik. Xüsusilə son 2008-ci ildə seçki məcəlləsinə edilən dəyişikliklərdə girov qoymaqla namizədin qeydə alınma məsələsinin ləğv olunması, nəticə etibarilə bələdiyyə seçkilərində çoxsaylı müxalif nümayəndələrin qeydə alınmaması və onların seçki prosesindən kənarda saxlanılması ilə müşahidə olundu. Və nə baş verdi? Pulsuz efir vaxtı əldə etmək istəyən müxalif siyasi partiyalar heç bir efir vaxtından istifadə edə bilmədilər. Ona görə seçki məcəlləsinin tələbinə uyğun olaraq 900-ə yaxın bələdiyyə subyektində öz namizədlərini irəli sürə bilmədilər. Amma əslində təkcə Ümid Partiyası olaraq biz 3500-dən yuxarı namizəd irəli sürmüşdük və onların 1100-ə yaxın bələdiyyə subyektini əhatə edirdi. Sadəcə olaraq qeydə alınma mərhələsində bütün bunların hamısı ləğv olundu, efir vaxtı verilmədi. Sabah parlament seçkilərində də həmin proses baş verəcək. 61 dairədən namizəd irəli sürərək efir vaxtı əldə etmək istəyən partiyaların namizədlərini bu və ya digər şəkildə dairə komissiyalarında, Mərkəzi Seçki Komissiyasında namizədlikləri ləğv olunacaq. Biz efir vaxtından istifadə edə, ictimai televiziyada pulsuz efir vaxtından istifadə edə bilməyəcəyik. Maliyyə imkanları siyasi partiyaların olduqca aşağıdır. Bilirsiniz ki, Avropa Şurasına daxil olan ölkələrdən yalnız Ermənistan və Azərbaycanda siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilmir və mahiyyət etibarilə təbliğat imkanı sıfır edəcək. Bura kütləvi toplaşmaq, sərbəst toplaşmaq azadlığı haqqında qanun müddalarının məhdudlaşdırılması və ya tətbiqində yaradılan əngəllər, o cümlədən də ictimai siyasi münasibətlər sisteminə əlavə etsək, belə alınır ki, siyasi partiyaların təbliğat imkanı yoxdur. Ona görə də xahiş edirəm, növbəti iclasların birində təqdim etdiyimiz seçki məcəlləsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılsın. Çox sağ olun.